Bu saçın quruması, saçın tökülməsi. Ümumiyyətlə, saç insanın gözəlliyidir və bugün də Dişlə saç insanın gözəlliyi. insanın gözü, saç da tökülür. Ondan sonra baxır saça, quru saç var, yağlı saç var. Quru saçlar daha tez tökülür, ömrü az olur. Bir resept deyim, fürsətdən istifadə edeyim. Aha, deyirəm. 2 xörək qaşığı düyü götürürsünüz, 1 xörək qaşığı şəkər tozu götürürsünüz, 2də 1 stəkan su əlavə edirsiniz üzərinə. Qalır səhərə kimi. Səhər düyüsünü süzürsünüz və üzərinə də öz saç şampununuz nədirsə ondan az miqdar əlavə edirsiniz, saçınızı yuyursunuz. Saçınız yumşaq, parlaq olacaq və saçınız tökülməyəcək. Hətta yeni saçlar əmələ gələcək. Və saç qorumaq üçün məlhəmlərimiz çoxdur, hədsiz çoxdur. Mütləq mənada orada da dediyim kimi saçın bilinməlidirmi ki, yağlıdırmı, qurudurmu? Ondan sonra qadınlarda kişilərə nisbətən saçın ömrü daha uzun olur. Bəzən insanlar fenlə yandırırlar saçı, çox zərərlidir. Keratinlə yandırırlar. Keratinlə yandırırlar və yaxud da saçın rəngini dəyişmək üçün pereksinlə yandırırlar. Və yaxud da ki, saçı şaxta, isti, hər biri saça qidalanma, müəyyən elementlər çatışmış orqanizmdə o saçın tökülməsinə gətirib çıxarır. Bəzən insanlarımız meyvə tərəvəzdən uzaq olurlar, vitaminsizlik yaranır, o da təsir eləyir. Qurd xəstəlikləri saçın tökülməsinə gətirib çıxara bilir. Əsəb gərginliyi, bəzən stresdən sonra çox sürətlə saç tökülməyə başlayır. Bir də kimyəvi şampunlar var, sənin saçına düşməyən. Onlar da görürsən ki, saçı tökür. Sabunun özündə. Məsələn, mən deyirəm 72 sabunla saçını yuy, bu dediyimi, 72 sabunla yuyursan, sonra bu dediyim məlhəm eləyirsən, saç gözəl olur. Deyir, doktor, 72 sabunu vurdum, saçı aça bilmirdim. O aldığın 72 üstündə yazılan 72-dir. Axı, biz bilirik 72 sabunun rəngi ağ olmur, ondan sonra açıq olmur, o tünd olur və Rusiyada istehsal olunur 72 sabun. Bir gün də 72 yazırlar. Və sən də onu istifadə edirsən, yəqin Zümrüd xanım da təsdiqlər ki, o 72 sabun o saxtasıdır, o 72 sabun deyil.